Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Hava ilə bağlı daha şaitə gətirən xəbərdarlıq: evdən çıxmayın. Ölkə ərazisinə Azərbaycanın meteoroloji tarixində nadir müşahidə olunan proseslər olacağı riski yüksəkdir. Bu sözləri referans açıqlamasında meteoroloq Cavidan Əliyev deyib. Cənub siklonların seriyalarla daxil olması nəticəsində 15 apreldə ölkə ərazisində şimşək çaxacağı, yağış yağacağı, arabir intensivləşəcəyi, bəzi yerlərdə dolu düşəcəyi, Böyük və Kiçik Qafqazın dağlıq və dağətəyi ərazisində, Samur Dəvəçi ovalığında yerləşən Xaçmaz, Şabranda güclü olacağı gözlənilir. 15-də Böyük və Kiçik Qafqaz dağlarından sel və daşqın keçəcəyi istisna olunmur. Aprelin 16-da isə yenidən gələn siklonun nəticəsində əksər rayonlarda yağışın güclü olacağı, bəzi yerlərdə dolu düşəcəyi, Bakı, Sumqayıt, Şamaxı, Qobustan, Quba, Qusar, Xaçmaz, Siyəzəndə yağışın çox güclü olacağı gözlənilir. Qeyd edim ki, çox güclü sözü nadir hallarda istifadə olunur.